Koltuk altına vurulan qeyri-təbii dezodorantlar ilə bilirik ki, dərimiz birbaşa təmasda olduqları üçün bu zaman dəri xərçəngi yaradır. Yəni dəri xərçəngi riskini artırır. Tərkibindəki kimyəvi maddələrə görə bədəndə yanma, qaşınma, qıcıqlanma, şişlik və yara əmələ gəlmələrinə səbəb ola bilər. Məlumdur ki, qoltuq altına vurulan dezodorantların tərkibində olan alüminium kimi maddələr döş xərçəngi riskini artırır. Alüminium dəri ilə birbaşa təmasda bir çox xroniki dəri xəstəliklərini riskini artırır. Təbii bir vasitə, yəni zərərsiz bir vasitə olan xlorheksidin ilə tər qoxularını aradan qaldıra bilərsiniz. Belə ki, xlorheksidin tər qoxularına qarşı çox təsirlidir. Bunun üçün bir pambıq vasitəsilə, demək pambığı isladırıq və yuyulmuş və qurudulmuş qoltuq altına tətbiq etmək olar. Demək, xlorheksidin burada olan, həmin qoltuq altında olan bakteriyaları öldürəcək və onları dezinfeksiya edəcəkdir. Nəticədə uzun müddət qoltuq altından tər qoxusu gəlməyəcəkdir.